Apple hələ də qatlanan iPhone üzərində düşünür. Samsung isə artıq 4-cü yeni modelini təqdim etdi. Amma bu dəfə qəribə bir iş görüblər. Yeni Galaxy Z Fold 8 cibinizdəki pasporta bənzəyir. Bəs bu qəribə dizayn nəyə lazımdır? Məsələ burasındadır ki, Fold 8 daha geniş və qısadır. Əldə tutmaq rahatlaşıb. Amma sənə əsl flaqman lazımdırsa, Samsung Fold 8 Ultra-nı da çıxarıb. 200 megapiksel kamera, 8 düymlük nəhəng ekran və ən yeni Snapdragon 8 Elite Gen 5 prosesoru. Flip 8 isə sadəcə dieta saxlayır. Daha incədir və 8 qram yüngülləşib. Saatlara gəldikdə isə Watch Ultra 2-nin 800 mAh-lik batareyası ilə bəlkə də şarj cihazının yerini unudacaqsan. Bu cihazların qiymətləri 1900 manatdan başlayır və satışlar avqustun 21-də start götürəcək. Sizcə bu qiymətə qatlanan Samsung almağa dəyər, yoxsa yenə də iPhone deyirsiniz? Fikirlərinizi rəylərdə mütləq yazın.